Ölkənin ən nümunəvi qəbristanlığındayıq burada. Şəkinin Baş Zəyzid kəndindəyik. Qəbristanlığın yeni hissəsində bütün qəbirlər eyni ölçüdədirlər. Baş daşları hamısı standartdır. Əvvəl bu ideyanı təklif eləyəndə kənd cəmaatının bir hissəsi də o qədər müsbət yanaşmayıblar. Filan kəsə deyəcəklər ki, atasından ötürü bir böyük qara mərmərdən baş daşı qoyduranmadı kimi bilirsiniz bizim insanımızı. Qəbristanlığın ənənəvi forması da var, yanında köhnə hissə. Bu standartla razılaşmaq istəməyən, mütləq daha dəbdəbəli məzar eləmək istəyənlər də o tərəfdə yer seçə bilirlər. Amma onlar belə bəzən görürsünüz qəbristanlıqlarda üstünü belə quraqlıq tikirlər, bir otaq kimi eləyirlər bəzən. O ümumiyyətlə burada qadağandır. İndi də digər hissədə demək olar ki, heç kim ölüsünü dəfn eləmir. Hər kəs bu hissəni seçir və bu da eyni formada, eyni standartla aşağıya doğru irəliləyir. Bu kənd cəmaatını bu işlərə razı salmaqda zəhmət çəkən insanlardan biridir. Bizi də bu günlərin bura gəlmədən əvvəl əlaqə saxladıq, gətirib göstərdi. Əvvəldən də məlumat almışdıq özündən. Məmməd müəllim icra nümayəndəsidir. İndi bir də başqa Məmməd müəllim var, onun haqqında da danışacağıq. Deməli, bizdə 2019-2024-cü illərdə Baş Zəyzid kəndində bələdiyyə sədri olmuş Məmməd müəllim var. Bələdiyyə sədri işlədiyi dövrdə bu qəbristanlığın salınmasının əsas təşkilatçılarından biri Məmməd müəllim oldu. Həmçinin kənd fəalları var idi. Həmən insanların zəhməti sayəsində səliqəli bir formada artıq hər kəs öz vəfat etmiş qohumunu, əqrəbasını gedib burada dəfn edə bilir. Həmçinin burada yer ikisinə də yol verilmir. Burada məzarların standart ölçüsü var. Əlavə hər hansı bir boyutda baş daşı qoyulmur və ya da məzar ölçüsü seçilmir. Hər kəs bilir ki, mənim vəfat etmiş əqrəbamı dəfn etmək üçün bizə qəbristanlıqda müəyyən olunmuş ölçüdə yer lazımdır. Bir də əvvəldən biz yolda gələndə danışanda demişdik ki, hamı eynidir. Burada artıq seçilmir kim varlıdır, kim kasıbdır məsələsi. Əslində də elə olmalıdır da. Yəni o seçməyə çalışmaq yox. Baxanda bilirsən ki, bu adam məzarın üstə saray varsa bu imkanlı adamdır. Onu aradan qaldırmısınız. Əlinizə sağlıq. Təşəkkür edirik. Çox sağ olun. Minnətdaram.